Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U10 Liqası 18-ci turun görüşü sizlərə təqdim olunur. Eyni zamanda turda maraqla gözlənilən qarşılaşmalardan biridir. Ümid ki, hər iki komandanın ifasında gözəl futbolun şahidi olacağıq. Görüşü Cavanşir Hüseynli idarə edir. Onu da hər iki komandaya bu görüşdə bir daha uğurlar arzu edirik. Mərkəzdən Ulduz topu oyuna daxil edəcək. Komandaların heyətləri ilə tanış olaq. İlk növbədə qonaq komanda bizlərə zirə göstərilib. Onların heyəti bu cürdür. Qapıda bir Abdullah İsmailov və qarşılaşma başladı. 5 İlham Əhmədov, 7 Adəm Ağakişiyev, 8 Uğur Məmmədzadə, 11 Amir Hesam Aliyari, 18 Mehdi Əlişanlı, 20 Vüsal Əlizadə, digər futbolçular 12 Allin Məmmədov qapçıdır, 14 Ayxan Məmmədli, 24 Ömər Mustafazadə, 6 Həzrət İbrahimov, 4 Uğur Əliyev, 2 Akber Altuxanov, 44 Rıza Babazadə, 90 Əli Bağırov, baş məşqçi Afin Bağırovdur. İndi isə Ulduzda qapıda 1 Həsən Mütəllimli, 2 Hüseyin Babayev, 5 Əli Xankişiyev, 6 Nihat Qiyaslı, 9 Camal Əlirzayev, 10 Elcan Bəşirli, 11 Qasım Kərim. Digər oyuncular 3 İbrahim Orucov, 4 Salman Cəfərli, 7 Amin Fətəliyev, 8 Davud Salmanov. Yeri gəlmişkən Davud 3-cü zərbəsi ilə topu oyuna daxil edəcək. Gəlin bu 3-cü zərbəsini izləyək. Qarışıq bir vəziyyət var. Yenidən Davud sol ayağı ilə qüvvətli zərbələr var. 3-cüdən zərbə bir daha təkrar olunacaq. 13 Ömər Hacızadə, 14 Səid Nağızadə, 15 Yusif Mirzəyev, 44 Osman Hüseynovdur. Qeyd edim ki, Osman 2016 təvəllüddür. Komandanın baş məhdisi Kənan Kərimovdur. 2-cüdən zərbə ilə Davud topu oyuna daxil edir. Zirə müdafiəçiləri topu meydandan uzaqlaşdırır. Out atışını Ulduz yerinə yetirəcək. Əli Xankişiyev. Komandanın 5 nömrə futbolçusu topu oyuna daxil etməlidir. Ötürmə verməyə. Oyuncu axtar irəliyə Əli ilə Elcan istiqaməti. Elcan qapçı topu əlindən bıraxır. Qapıya zərbə və top qapıdan keçir. Elcan Bəşirli görüşün 3-cü dəqiqəsində hesabı açır. 3-cü dəqiqədə Elcan qol vurur və bu qolu Gol TV üçün hədiyyə edir. Biz də Elcana təşəkkür edirik və biz də hədiyyə olaraq ona bir oyun bonus veririk. Ürəyinə zaman istəsə Gol TV-ni öz oyununda görə bilər. Gözəl gol sevincidir. Zirəlilər 2-cüdən zərbə ilə topu oyuna daxil etdi. Elcan sürətlə sağ cinahdan irəlilir və out. Qayda pozulmur, out. Ulduz topu oyuna daxil edəcək. Geri götürmə. Əli. Adəm araya girdi. Adəm qapçını özbözdü. Zərbəsi və hesab bərabərləşir. 1-1. Adəm Ağakişiyev. Ronaldo sayağı gol sevinci yaşayır. Yenidən bərabərlik var. 3 dəqiqə sonra hesab bərabərləşir. 5 dəqiqə ərzində qarşılıqlı qollar izləyirik. Zirəllərin irəlidə pressing göz bəhrəsini verdi. Adəm topu bu cür qapıdan keçirir. Cərmə zərbəsini zirəllər yerinə yetirəcək. İlhamdan zərbə Həsən bu topun qarşısını keçir. Yenidən İlham qapıya zərbə. Oyun davam edir. Daha bir zərbə. Sonra Ulduz oyunculara imkan vermir qapıya. Zərbə bu dəfə də İlham qüvvətli zərbə indirir. Outdan Ulduz topu oyuna daxil edir. Yusif İlham topu uzaqlaşdırmağa çalışır. Qapıdan zərbə ilə bir nömrəli qapçı Abdullah topu oyuna daxil edir. Zirəlilər yenidən topu qazanır. Adəm solla oynayır.
və qayda. Pozdur bəl hakim penalti təyin edir. Amin Hesam yerdə qalmışdı. Zərbəni kim yerinə yetirəcək? Diqqətlər bəli. Görünür Adəm topa yaxınlaşır zərbə və Zirəlilər daha bir qol vuraraq oyunda geri dönüş edir. Adəm Ağakişiyev penaltinin dəqiq yerinə yetirir. Qolun təkrarı bizə bir daha təqdim olunur. Həsən də bir anlıq düşünmüşdü ki, yəqin ki, top onun dayandığı mövqeyə vurulacaq, amma Adəm qapçının sağ küncünə dəqiq zərbə indirir. İçəriyə daha bir ötürmə izləyirik və indi nələr baş verir? Hakim qapıya daha bir penalti təyin edir. Onun fikrinə görə Camal Əlirzayev bu epizodda əllə oynamışdı, amma Camal hakimin bu fikri ilə razılaşmır. Hər halda qərar dəyişmir qapıya. 2 dəqiqə ərzində artıq ikinci dəfə Ulduzun qapısından penalti təyin olunur. Bu dəfə də eyni istiqamət və gol. Mehdi qolun müəllifidir. Mehdi Alişanlı. Bu dəfə də penalti dəqiq yerinə yetirilir. Mərkəzdən Ulduz topu oyuna daxil edəcək. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün Gol TV-də U10 liqasının daha bir oyunu sizə təqdim olunur. Vətən Səba ilə qarşılaşdı. Həsən topu oyuna daxil etdi və hakim əllə oyun qeydə alır. Cəlmə zərbəsindən Ulduz topu oyuna daxil edəcək. Həsən topa yaxınlaşır, içəriyə doğru ötürmə, top birbaşa qapıya daxil olur, amma hakim bu qolu qeydə alınır. Bu qayda pozuntusunu sərbəst zərbə kimi qiymətləndirmişdir. Bəli, qol qeydə alınmayacaq. Maraqlı epizodların şahidi oluruq. Top hakimə dəydiyinə görə oyun dayanır. Zirəlilər oyunu davam etdirəcək. İlham qüvvətli zərbə ilə topu irəli vurur. Daha bir ulduz hücumu izləyirik, amma bu dəfə də İlham müdafiəni yaxşı saxlayıb. Həsən dərhal topu oyuna daxil edir və beləliklə ilk hissə başa çatır. Hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılır. Getdim hakimin nömrəsini. Ha, nə yaxşı. Neçə olur? Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. 10 liqasında Ulduz Zirə görüşünün ikinci hissəsi sizlərə təqdim olunur. Ümid edirik ki, ikinci hissədə ilk hissədə kimi hər iki komandanın hücumları şəraitində keçəcək. İlk hissədə qapılara 3 gol vuruldu, Zirənin üstünlüyü var. Onu da əlavə edim ki, uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd uşaqların düzgün şəkildə futbolun sirlərinə yiyələnməsidir. Emir hazır gözlə, hazır gözlə. Bədəni budur. Daha böyük liqalarda, U14, U15 liqalarında artıq nəticə haqqında düşünmək olar. İçəriyə daha bir ötürmə, qapıdan zərbə. Cəlmə zərbəsini Uğuru gördüm, bir buradaydı. Mehdi yerinə yetirəcək. Necəsən, yaxşısan? Bu görüşdə bir gol var. Daha doğrusu Zirə Ulduzun qapısından bu oyunda 3 gol keçir, qapıya zərbə. Həsən bu topun qarşısını kəsir. Axırı bir üstə, Səfən Azisanlı komandalarından biridir. 2 dəfə penaltidən gol vurmaq imkanı qazanıb Zirəlilər. Qasım Kərim ikinciden zərbə ilə topu oyuna daxil edəcək. Camal ona yaxınlaşır və anlaşılır hazır. Bugün komandasını sevmişsin. Bu dəfə də cərimə zərbəsi
yerinə yetirəcək İlham Əhmədov. Nə müəllim? Onun qüvvətli zərbələri var. Topa yaxınlaşır, sol ayağı ilə top canlı səkləyərək oyuna qayıdır. Ulduz futbolçuları əksini qurmaq üçün əla bir imkan qazanıblar, amma Zirəlilər buna imkan vermək istəmirlər. Qapıya zərbə əldən gəlir. Hə, dirəkim var, dirək. Başımı qatmır, dirəkim var gedirəm. Başımı qatmır. Hücum davam edir. Qayda pozulur. Təhlükəli nöqtədən Ulduz cəlmə zərbəsi yerinə yetirəcək. Əli Xan Kişiyev. Gol olsun Ceyton. Rıza oyuncuyla. Olsa get. Əli topun gerisində də hələ ki hakim zərbəyə icazə verməyib. Bəli, indi Diqqətli qabağımızda saxlayır. 4-dən deyil, 4-dən. Dinən. Əli canlı sətdi indi. Qapıya zərbə və Yaxşı İlham, yaxşı. elə 5 nömrəli oyuncu İlham. Topun qarşısını kəsir. Qasım Kərim növbət dəfə küncdən zərbə ilə topu oyuna daxil bir başla zərbə. Tamam, bura mən Qapının yanından keçir. Gələn buraxıram. Bura. 15-lər buraxacam gəldi. İrəliyə daha bir ötürmək istəyirik. 15-lərin düzəlidir. Nihat Adəm. Qayda pozulur. Bəli, hakim bu qayda pozuntusunu qeydə alır. Nihat Qiyaslıya qarşı Və onlar formalar. qayda pozulmuşdur. Cərimə zərbəsi İşim var, gedirəm. yerinə İşim yetiriləcək. var, gedirəm, su get də. Gəli döymədi. Qapçı Həsən Mütəllimli. Həsən topa yaxınlaşır bundan əvvəlki və top qapıdadır. Həsən Mütəllimli. İlk hissədə də buna bənzər qol vurmuşdu, amma həmin qolu hakim qeydə almamışdı. Sərbəst zərbə ilə top oyuna daxil edildiyi üçün birbaşa qapıya istiqamətləmişdi. Bu dəfə Həsənin qolu qeydə alınır. Cəlmə zərbəsini Davud Salmanov yerinə yetirəcək. Sol ayağı ilə Davud topa yaxınlaşır. Qapıya zərbə qapçı. Abdullah yaxşı oynayır. Küncdən zərbə. Bu dəfə də Həsən Mütəllimli Diqqətli İlham. topa yaxınlaşır. Artıq təhlükəli olmaya başlayıb. Zərbə top qapı dirəyinə dəyərək oyuna qayıdır. Zəllər indi qapı mövqeyi boşdur. Abdullah Emirə bax, artıq Həsən öz mövqeyindədir. Oyun davam edir qapıya və növbət dəfə top hakimə dəyir. Adəm topu Vur oradan Tuna. Hakim. daha bir cəlmə zərbəsi izləyirik. Bu dəfə də Həsən Mütəllimli yox. Həsən zərbə və əllə oyun. Bəli, hakim əllə oyun qeydə alınır. Bir oyunda bir qapıya 3 penalti təyin olunub. Bu dəfə isə Ulduz penalti vurmaq imkanı qazanıb. Zərbəni kim endirəcək? Biz qapçını görürük. Həsən gəlib. Bir nömrəli qapçı. Bəli, penaltini o yerinə yetirəcək Həsən. Bu görüşdə bir qolu var. Topa yaxınlaşır, zərbə yox, alınmır. Həsən daha bir qayda pozuntusu. Salman Zəfərliyə qarşı qayda pozulub. Bəli, zərbəni də zərər çəkmiş. Özü yerinə yetirəcək. Yox, qapçı. Bu dəfə də Həsən Mütəllimli. Həsən qol vurmaq istəyir. Yerlə alınmır. Qarışıq bir vəziyyət var burada. Yenidən Həsən çox soğuqqanlı şəkildə sanki bir hücumçuymuş ki, hücumların qurulmasında yaxından iştirak edir. İkinci top var. Top meydandan çıxır. Abdullah İsmailov topu oyuna daxil edir. İləliyə. Həsən. Tələsmə, vur, tələsmə. Həsən topu iləri vurur. Atılma. Salman. Müsaade ehtiyat, ehtiyat. Daha bir qayda pozuntusu. Bu dəfə də təhlükəli nöqtədir. Yəqin ki, yenə Həsən Mütəllimli topun gerisinə keçməlidir.
Artıq biz ona adət etmişik, amma Uşaqlarla oynama da, sən böyüksən. Getdi, ya. bəli, bu dəfə zərbəni Həzrət Türksən. Kənan Kərimovun icazəsi ilə Salman Cəfərli yerinə yetirəcək. Salman sol ayaqdır. Artıq görüşün əsas vaxtı başa çatıb. Topa yaxınlaşır, qapıya zərbə və qol. Ulduz son dəqiqələrdə, son saniyələrdə topu qapıdan keçirir. Bərabərlik var. Salman Cəfərli cərimə zərbəsini gözəl şəkildə yerinə yetirir. Qolun təkrarı bir daha bizə təqdim olunur. Görüşdə 6 qol vurulub. Beləliklə görüş başa çatır, hörmətli futbol azarkeşləri. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçilən Zirədən 7 Adəm Ağakişiyev, Ulduzdan isə bir Həsən Mütəllimli. Sağ olun, sağlam olun.